Tanımadığım insanlara heç qoşmuram. Ben sevmiyorum. Ya Allah'ım. Hamı birbirine oxşuyor. Ola bilər. Sana cərməsi var. Fevdok vermə. Bıçaq altına girmə. Mən qorxmuram əməliyyatdan falan. Bəyaz var. Uzun saç mənə yaraşmır. Məncə vibe'ımı öldürür. Очень холодно или из окна все страшно. Я не поняла. Что страшно? Niyə dincəlmirsən sən? Dincəlməyə gəlmişəm sən yeməklə. Salam əleykum. No. Xahiş edirəm, ailə tərbiyənizi burada göstərməyin. Sabahınız xeyir. Gözəl gününüz olsun, çox sağ olun. Olmaz ki, yerə gedəsin. Mən neyniyirəm əri? Şükür Allah özüm qazanıram. İstədiyim hər şeyim var. Nə deyniyirəm əri? Qabağıma elə bir insan da çıxmayıb ki, mən ona deyim ki, ömür boyu bu ilə yaşaya bilərəm. Çox sağ olun, sizlə bahar. Olur olsaydı, mən xoşlamıram canınız. Bu cürə qız evdə qalır. Evdə qalmaq başqa şeydir, yəni ki, evdə qalmaq odur ki, istəyən yoxdur, təklif edən yoxdur, ailə həyatı. Sən demin. Hər tərif, amma bu söz fikrimi bildirəm ki, boş-boş belə vaxtı bitirmə. İstəyəm. Atarsız bloka xahiş edirəm. Çox sağ olun. Xoş deyilsə canını tərk eləyin də. Niyə özünüzü yorursunuz? Evdə qalmışam, çox əziyyət çəkirəm. Gözlərimə yaş dolu. Maldivə yox. Başqa ölkəyə səfəri düşünürəm. Salam, nə işlə məşğul? Sən yemək edirəm. Salam, bunuz var. Niyə? Что опять? Gedək birlikdə. Elə insanlar var ki, 11 ay yəni ki, insanlara etmədiyi pisliyi yoxdur, etmədiyi ən iyrənc hərəkətlər yoxdur, amma bir ay oruç tutub özün belə çıxartmaq istəyir vəziyyət. Kapadokya çox qəşəngdir orada, olmuşam orada. Maldivə Luxla gedərsən. Yaxşı. Mızıldana danışırsın. Mən danışıq tərzim belədir, neyini? Tak. Çoxca düşüncəli insansan. Ola bilər, sizə görə elə ola bilər. Çox sağ olun. Qızlar, mən belə şeylər yazanda çox sevinirəm. Qızlar nadir hallarda bir-birinə yaxşı söz yazırlar, yəni. Çox sağ olun. Minnətdarım. Abla, iyi ki doğdun Gamze. Спасибо. İndi qızlar nə edirlər ki, belə gec oldu. Çox sağ olun. Спасибо большое. Gözləriniz qəşəng, çox sağ olun. Haralasan? Anam Qubadlığında tam Bakılı. Salam. Mən bilmirəm, mən qızlara qarşı bir negativ bəsləmirəm. Mən yolda gözəl qız görəndə deyirəm, nə gözəlsiniz deyəm, o qədər relaks insanım. Доброе утро. Xala özünsən. Mən moderatorlarım niyə yoxdur? Hamısı yatıblar, yəni. Salam. Baxmayaraq ki, 11 yaşına. Salam. Xala özünsən. Əsəbləşdirməyəm. Mən əkizlər biləcəm. Yaxşıyam, siz necəsiz?
Əsəbləriniz möhkəmdir. Mən əsəblər insanım. Bir 50 yaşım var. Bəli, ruhən 50 istəyirəm. Доброе утро. Gəlin bacı nə idi? Salam. Çay. Səhər yeməyi yeyirəm. Bayram da deyəm xətrənəm. Heç kimin də xətrənə deymirəm. Да, не знаю почему. Çox sağ olun, qəşənginiz olsun. Gəlin bacı. Mən harda sənin gəlin bacın oldum? Çox maraqlıdır. Krasotka. Спасибо. Привет, привет. Я не обращаю внимания, если честно. Настроением çox bombadır. Onu heç kim körləyə bilməz. Привет, хорошо, тебя как? Sevgilim var, yok. Salam. Нет, спасибо. Где это чай? Метрополе. Завтракаю. Я хотела gelmeye. Хорошо, у вас как? İstəyərdim sevgilim olsun. Yox, o qədər də marağım yoxdur. Nə günlərdə sevgilisi olsun. Çirkinəm də neyiniyim. Allah da mənə belə yaradıb. Привет. Metropol. Məni Allah sevsin. Neyinirəm kimsə məni sevsin. Yəqin öz dünya gözəldir, ona görə elə yarğılayır. Yox. Чески. Нет, спасибо. Благодарю. Может просто сказать, что не... Я не обижаюсь. Dişləriniz ağrıtmaq fikriniz var. Mən düşləmin olur ki. Mən düşləmin bayağı bir məmnunam. Ən azından şamıram. Gözəldir, neyniyəyim? Papatya xanım, səhvənizə SS elədim. Canlıdan sonra sizin şəkillərinizi görək də. Necə gözəl xanımsınız.